Bir nəfər danışır, deyir, bir dənə qızı istəyirəm, gəldim nənəmi yolladım, qızın xastakarlığına, deyir, nənəm getdi, qayıtdı, dedi, oğul, o qız pulakidir, sənə iş verməz. Dedim, bə nənə, mənim şirkətim var, neçə növ karıcərim var, bizim mindiyim şahsıbuləndir, maaşımdır. Dedi, oğulca, gedək onu mən imtihan verim, baxdım onun vəziyyətinə. Minclə bu Honda motorla gedəcək xastakarlığına. Deyəcəkdir, bu qız dedi, bə motorla niyə? Dedim, bu yunvarda kasıb adamam, dəramətim ayda 15 milyon. Bu qız dedi, sən mənə iş verməzsən, ayda 15 milyon məni görməz. İllər soğuşdu, bu izdivac elədi, mən bir gün şirkətimdə cələsə dedim, bu xanım yoldaşı ilə gəlmişdi ora, bu mənim öz karıməndimlə izdivac eləyib, karıməndim bir xanım, bə sən burada neyniysən? Dedik, buradan keçirdim, istədim bilova, bir baş vuram. Dedi, bu ağa kimi olur, əri dedi, rastı bilova məruf eləməmişəm, bu mənim sahibkarımdır, şirkətin sahibidir. Gördüm, qız ağladı, əri buna buyurdu ki, bu o zaman bir dənə qızı istəyirmiş, amma bainhal mücərrətdir, hansı qız bundan izdivac eləsəydi, xoşbəxt olardı. Gördüm, qız ağlamaq tutdu. Səhərindən mən başladım, şirkətin içində bir qız vardı, mən də bir yol ona aşıq oldum, nənəm də kətdən bir qız tapmışdı mənə. Naban nənəm onu mənə xastakarlıq eləyib, qızı gördüm, bundan da əl çəkənmirəm, bir yol şirkətdə bir ailəsini istəyirəm. Gördüm, burada qəlbi sındıracağım, ürək sındıracağım, mən fikirliydim, hava da yağırdı, mən təsadüf elədim. Gəldim, səhih salım qutuldum bundan, nənəm mənə dedi, oğul da övlən də yığış bir yerə. Dedim, axı nənə, cür gəlmə, bilin, sən kətdən tapıbsan mənə, mən də özüm bilin şirkətdən istəyirəm, indi durub biri ilə izdivac eləsən, birinin qəlbi sınacaq. Axı, bunu nə eləməliyəm? Dedi, oğul, indi sən təsadüf edibsən, hər yanı eylam olunubdur ki, döhdürdəsən özündə, həs buradan eylam eləyək, sən fələc olubsan, məhkum və vilçer olubsan. Eylam elədik ki, məhkum və vilçer olmuşam. Həmən qızı ki, şirkətdə istəyirdim, deyirdi, bu dedi, mən hazır və izdivac olmuram səndən, cəzaviyyəti yoxdur ki, mən səni tayfamın içində eylam eləyəm ki, fələcilə izdivac eləmişəm. Bu kətdəksindən xastakarlıq elədik, bu dedi, mənim elə adım səndən çıxıbdır, elə canım da səndən çıxacaq. Bizimki əqdimiz oxunurdu, mən gətdim bunun ənquşlar salam barmağına, bir yol bilçerdən qalxdım, dedim, yalan deyirdim. Həmən qız da dəvətdir, görürdü. Mən bunu eyləm elədim ki, imtihan eləyirdim ki, bir uzun qəlbi sınacaqdı, istəmirdim ki, qəlbi sınam. İndi bu sözü deməkdə 100% adam hızır çıxar ki, əsli nəsli nizabətli, yerin uşağı ola ki, adına ərziş qail ola ki, abrısın bilə.